Bu qarpız adamı çox bomba edir. İnternetdə bu alkoqollu qarpuzu çox görürdüm. Ona görə qərara gəldim ki, bunu mütləq mən də eləməliyəm. Bizə nə lazımdır? Bir dənə qarpız və içkilər. Deməli, birinci götürürsünüz içkinin qapağını. Demək olar ki, bütün içkilərin başlıqları eyni olur və qarpuzun üzərində flomasterla belə qapağın izin qoyursunuz və o hissəni kəsib çıxarırsınız. İstəsəz əvvəlcədən qarpuzun altlığını da düz kəsə bilərsiniz ki, qarpuz düz qalsın və daha sonra içkilərimizi qarpuzun üzərinə yerləşdiririk. Əslində Blue Curacao heç də düzgün seçim olmamışdı, çünki likör olduğu üçün qarpuzun içinə işləməli demək olar ki, siz cin, araq və yaxud tequila kimi içkilərdən istifadə edə bilərsiniz. Bu uzun prosesdir, təqribən 8-10 saat çəkir, qarpuz qubqa kimi bütün içkilər içinə çəkəcək. Dadına gələndə isə Blue Curacao olan hissəni başını buraxırıq, amma cin olan hissə çox əla idi, qarpuz və cin möhtəşəm idi.